Əziz qardaşlar, dəyərli müsəlmanlar, xutbəmə Allah Rəsulu sallallahu aleyhi və səlləmin məşhur səhabələrindən biri olan Abdullah İbn Məsud radiyallahu anhın iki sözü ilə başlamaq istəyirəm. Birincisi, neçə gözəl sözlər söyləyən insanlar vardır ki, söylədikləri sözlər əməllərinə uyğun gəlmədiyi üçün həlak oldular. Həqiqətən də bəzən bizlər çox danışırıq, lakin iş əmələ gəldikdə tənbəllik edirik. Lakin Allah Rəsulunun əshabının ən üstün vəsi ondan ibarət idi ki, onlar 10 gözəl əməl edərdilər, bir danışardılar. 10 danışdıkları, 10 əməl etdikləri üçün də onların bir sözləri kəsərli olardı, təsirli olardı. Və Abdullah İbn Məsud radiyallahu anhın ikinci sözü isə irəlidə elə nəsillər gələcəkdir ki, Allahın kitabını oxuyacaqlar, lakin onunla əməl etməyəcəklər. Siz əshabın yolunu tutun, buyurur. Allah Teala əshabın yoluyla, onların izi ilə gedə bilməyi hər birimizə nəsib etsin. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə nəyi, nə qədər, hansı ölçüdə dəyər verməyimizin lazım olduğunu bizlərə öyrətmişdir. Yəni, İslamda hansı dəyər öndə gəlməlidir, hansı dəyər sonda gəlməlidir, bir növ dəyərlər sıralamasına necə riayət etməliyik, bunları öyrətmişdir. Çünki bəzən bizim həyatımızda elə əməllər vardır ki, Allah nəzdində birinci yerdə durur, amma biz ona bəlkə sonuncu sıralarda baxırıq o məsələyə. Bəzən bizim həyatımızda birinci yerdədir, lakin Allah nəzdində o məsələ sonuncu yerdədir. Məsələyə bu nöqteyi nəzərdən yanaşaraq bugünkü xütbəmizi Silə-i Rahim, yəni qohumluq münasibətləri haqqında etmək istəyirəm. Bizim həyatımızda qohumluq münasibətləri hansı səviyyədədir? Bu barədə Quran-ı Kərimdə gələn ayələrdən xəbərimiz varmı? Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədislərində bu barədə nələr buyurulur? Maraqlanırıqmı? Quran-ı Kərimdə Allah Teala Silə-i Rahimdən 30 ayədə bəhs edir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 100-ə yaxın hədisdə qohumluq münasibətlərindən bəhs edir. Gəlin, dəyərli qardaşlar, Silə-i Rahim nədir? Birlikdə mütaliə etməyə çalışaq. Öncə Silə-i Rahim Allahdan, Rahman olan Allahdan bir bağdır. Kim bu bağı möhkəmləndirərsə, səadətə qovuşar. Kim bu bağı kəsməyə çalışarsa, fəlakətə düçar olar. Çünki Uca Allah qüdsi bir hədisdə buyurur ki, mən Rəhmanam. Qohumluq münasibətlərinin adı isə Rahimdir, yəni Silə-i Rahim. Mən ona öz adımdan törəyən bir ad verdim. Odur ki, kim onlarla münasibəti yaxşılaşdırarsa, mən də onlarla əlaqəmi yaxşılaşdıraram. Kim də onlarla əlaqəni kəsərsə, mən də onlarla əlaqəni kəsərəm. Demək ki, dəyərli qardaşlar, qohumluq münasibətlərinin yaxşılaşması nəyə bağlıdır? Onlarla münasibətlərimizi yaxşı etməliyik ki, Rəbbimizin də bizi ilə münasibəti yaxşı etsin. Bizə olan rəhmətini, mərhəmətini əsirgəməsin. Və diqqət edin, dəyərli qardaşlar, Allah Teala öz adı da Rahimdir. Eyni kökdən gələn Silə-i Rahim, yəni qohumluq münasibətləri eyni kökdən gəlir. Allah öz adına uyğun olaraq eyni kökdən olan bir ad vermişdir Silə-i Rahimə. Həmçinin ana bətni deyirik, eyni zamanda ana rəhmi. Yəni Allah Teala quluna ana bətnində, ana rəhmində ona mərhəmətini indirir və onu digər xarici təsirlərdən qoruyur. Eyni zamanda qulu doğularkən də o rəhmətini yaxın qohumlarına, əsasən yaxın qohumlarına onlarla münasibətini yaxşı etməsinə sərf etməlidir. Üçüncüsü, Silə-i Rahim istənilən səviyyədə əgər yerinə yetirilərsə, ruzunun artmasına və ömrün bərəkətlənməsinə vəsilədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu barədə hədisi var. Ənəs bin Malik radiyallahu anh nəql edir ki, Allah Rəsulu buyurdu ki, kim ruzusunun artmasını istəyirsə, qohumları ilə olan münasibətlərini yaxşılaşdırsın. Kim əcəlinin gecikməsini istəyirsə, qohumları ilə olan münasibətini yaxşılaşdırsın. Demək ki, dəyərli qardaşlar, ömrümüzün artmasını istəyiriksə, ruzunun bərəkətlənməsini istəyiriksə, bu sadəcə ibadətlərlə deyil, eyni zamanda qohumlarımızla olan əlaqələrimizi
möhkəmləndirməyə bağlıdır. Üçüncüsü, silə-i rahim qorunduqda bu əməl insanı cənnətə aparar. Abdullah ibn Salam Yahudi alimlərindəndir. Peyğəmbərimiz Mədiniyə hicrət edərkən orada o da Peyğəmbərimizlə tanış olmaq istəyir və qövmünə deyir ki, mən ona 3 sual verəcəyəm. Əgər o bu suallara cavab verərsə, demək ki, o haqq Peyğəmbərdir. Yox, əgər cavab verməzsə, demək ki, o yalancıdır. Və Peyğəmbərimizin yanına gəlir, Peyğəmbərimizi görər kimi iman gətirir, kəlmə-i şəhadət gətirir. Ətrafındakılar deyirlər ki, axı sən ona sual verəcəkdin, suallarına cavab verdiyi təqdirdə sən ona iman gətirəcəkdin. Sənə nə oldu birdən-birə onu təsdiq etdin? O isə, vallahi bu üz əsla yalan danışmaz deyir. Və o anda Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən bu sözləri eşitdi o. Ey insanlar, salamı yayın, misafirlərinizə yemək yedirin, qohumlarınızla münasibətlərinizi yaxşılaşdırın. İnsanların hər biri yuxuda ikən siz Allahın huzurunda qiyama durun və beləliklə salamatlıqla cənnətə daxil olun. Demək ki, dəyərli qardaşlar, qulu cənnətə aparan əməllərdən biri də qohumları ilə əlaqələrin möhkəmləndirilməsinə bağlıdır. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunun əksini də söyləyir. Buxari və Müslimdə gələn bir hədisdə Allah Rəsulü buyurur ki, kim qohumları ilə münasibətini kəsərsə, Allah onu cənnətinə daxil etməz. Dördüncüsü, silə-i rahim qoparıldıqda bir cəmiyyət eyni zamanda ifsada uğramış olur. Demək ki, insan öz yaxınlarına qarşı əgər münasibəti yaxşı deyilsə, demək ki, o cəmiyyətdə rəhim gözləmək mümkün deyildir. Allahın mərhəməti o insanlardan götürülmüş olar. Alimlərimiz bir cəmiyyəti islah edərkən bilirsiniz nədən başlayardı? Qohumluq münasibətlərinin yaxşılaşdırılmasından başlayardı. Onlar bunu nə üçün edərdilər? Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin o hədisinə görə. İçərilərində qohumluq münasibətləri olmayan bir cəmiyyətə, qohumluq münasibətlərini kəsən bir cəmiyyətə Allah rəhm etməz. Beşincisi, silə-i rahim bərpa edildikdə qarşılığı elə dünyada ikən Allah Teala verir. Yəni biz bilirik ki, əməllərimizin qarşılığı Allah Teala axirətdə bizə verəcəkdir. Lakin elə əməllər vardır ki, Allah Teala quluna bu dünyada ikən verir qarşılıq olaraq. Həm yaxşı, həm pis olaraq. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, savabı dünyada ikən verilən yaxşılıq müsəlman qardaşının dərdi ilə dərdlənə bilmək, bir də qohumları ilə münasibətini yaxşılaşdırmaqdır. Cəzası dünyada ikən verilən pislik isə insanlara qarşı azğınlıq etmək və bir də qohumları ilə münasibəti kəsməkdir. Bəzən elə qohumlarımız olur ki, dəyərli qardaşlar, biz onları ziyarət edirik, lakin onlar bir dəfə də olsun bizləri ziyarət etmirlər. Biz hər nə qədər onlarla maraqlansaq da, onlar bizlərlə maraqlanmırlar. Belə qohumlarla olan münasibətimiz bəs necə olmalıdır? Bu sualların cavabı əsr-i saadətdə Allah Resulü sallallahu aleyhi ve sellem cavablamışdır. Əbu Hüreyrə radiyallahu anh deyir ki, bir gün əshabla birlikdə oturmuşduq Peyğəmbərlə. Bir nəfər gəldi və dedi ki, ey Allahın Rəsulu, mən qohumlarımı tez-tez ziyarət edirəm, onlara tez-tez baş çəkirəm, onlara infaq edirəm. Lakin onlar bunun tam əksini edirlər mənə qarşı. Mən də eyni şeyi onlara qarşı edimmi? Bilirsinizmi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə cavab verir? Buyurur ki, sən həqiqətən də belə etməyə davam edəcəksənsə, onlara isti kül yedirtmiş olacaqsan. Sən həqiqətən belə davam edəcəksənsə, Allah səninlə bərabərdir, Allahın yardımı səninlə bərabərdir. İsti kül yedirtmək ərəblərdə, yəni cəzanı artırmaqdır, onun cəzası daha da böyük olacaq deməkdir. Demək ki, əgər sən yaxşılıqlarını davam etdirirsənsə, onlar sənə qarşı pislik edirsə, bil ki, Allah onları cəzalandıracaqdır. Lakin sən yaxşılıqlarını davam etdirdikcə, bil ki, Allahın yardımı həmişə səninlə bərabərdir. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də daim qonşuları ilə, qohumları ilə olan münasibətlərində, məsələn, birinci qohumlarından başladı təbliğ etməyə. Təbii ki, onun qohumların içərisində iman etməyənlər də var idi.
Məsələn, burada belə bir sual doğur ki, bəs iman etməyən, müşrik olan, qohumlarımızla olan münasibətlərimiz necə olmalıdır? Sual oluna bilər ki, axı, onlar bizə təsir edə bilər, övladlarımıza təsir edə bilər. Onlarla münasibətimiz necə olmalıdır? Əslində, bu sual Məkkə müşriklərinin yanaşma tərzidir. Çünki Məkkə müşrikləri deyirlər ki, müsəlmanlarla oturmayın, durmayın, övladlarını onlardan çəkindirirlər. Çünki müsəlmanlar onların ailələrinə təsir edə bilərlər, onların özlərinə təsir edə bilərdilər. Demək ki, o günkü müsəlmanlar daha çox təsir edici qüvvəyə malik idi. Bizim problemimiz isə biz ətrafın rəngi ilə rənglənirik. Halbuki müsəlman ətrafı rəngləndirən olmalıdır. Peyğəmbərimiz sallallahu aleyhi ve selləm əmisi Əbu Talib iman etmədi. Əmisi Əbu Ləhəb iman etmədi. Abbas iman etmədi. Lakin Allah Resulü sallallahu aleyhi ve selləm ona arla qohumluq münasibətlərini pisləşdirmədi. Bilirsiniz, hər müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdilər. Lakin əmsi Abbas hicrət etmədi. Hətta Bədir döyüşündə o da düşmən kimi onunla üz-üzə gəldi. 70 əsrin içərisində əmisi Abbas da var idi. Onun da əl qolu bağlanmışdı. Gecə ikən Peyğəmbərimiz sallallahu aleyhi ve selləmin onun inilti səslərini eşitir və gecə boyu gözünə yuxu getmir. Sahabə Peyğəmbərimizin bu narahatsızlığını başa düşür və onun əl qolunu açır. Demək ki, Peyğəmbərimiz baxmayaraq ki, qarşıda bir düşmən idi əmisi, amma bir qohum olaraq ona qarşı bir vəzifəsi var idi. Ona qarşı mərhəmətini yenə əsirgəmək istəmirdi. Lakin məsələ şəriətə gəldikdə, məsələn, fidyə vermək, fidyə alınmaq məsələsi gəldikdə, Peyğəmbərimiz ondan da fidyə istədi. Çünki qohumluq münasibətləri başqa, hüquq başqa. Sən də verəcəksən fidyə. Nə qədər verəcəm deyə soruşduqda, Peyğəmbərimiz sən də verəcəksən, hətta qardaşın oğlu Aqilin üstündə fidyə verəcəksən buyurur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ondan da fidyə aldıqda o da deyir ki, sən məndə heç bir şey qoymadın. Sən məni Məkkə müşriklərinin yoxsullarının vəziyyətinə düşürdün, deyir. Amma Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir ismində cavab verir. Deyir ki, sən Bədir meydanına gələrkən xanımın Ümmül Fəzlə dedin ki, bu qızılları götür, əgər mən geri dönməsəm, bunları övladlarım arasında bölüşdürərsən. Odur ki, səndə bu qızıllar var ikən, sən kasıblamarsan. Abbas bu sözləri eşitdiyi zaman çox təəccüblənir. Çünki bu söhbət yalnız özü və həyat yoldaşı Ümmü Fəzl arasında olan bir söhbət idi. Peyğəmbərimiz Mədinədə, onlar isə Məkkədə. İkisi arasında belə bir söhbət gedir. Abbas bu sözləri eşitdiyi zaman çox təəccüblənir və deyir ki, sözsüz ki, bu söhbəti sənə çatdıran uca Allahdır və beləliklə sən də Allahın Rəsulusan deyir, iman gətirir. Peyğəmbərimiz Əbu Talib, əmsi Əbu Talibi də nə qədər istəyir ki, imana gəlsin, son nəfəsində la ilahə illallah ona dedirtməyə çalışır, o yenə də iman gətirmir. Lakin Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bundan çox üzülür. Əbu Bəkr radiyallahu anh, atası qoca yaşda ikən onun huzuruna, Peyğəmbərimizin huzuruna gətirir, kəlmə-i şəhadət gətirir və o iman etdiyi üçün Əbu Bəkr radiyallahu anh sevinir və ağlamağa başlayır. Peyğəmbərimiz soruşur ki, nə üçün ağlayırsan? Elə bilir ki, atası iman etdi deyə ağlayır. Amma deyir ki, ya Rasulallah, mənim atam iman etdi, yaşlı da olsa imana gəldi, lakin sən də əminin iman etməsini istəyirdin. Buna görə çox çırpındın, çox çalışdın və o iman etmədən getdiyi üçün buna görə sən çox üzüldün, mən məhz bu yadıma düşdü deyə ağladım. Bəli, dəyərli qardaşlar, Allah Resulü sallallahu aleyhi ve sellem görürsünüz ki, hər nə qədər qohumları iman etməsə də, onlarla olan münasibətini əsla kəsmədi. Qohumluq münasibətlərinin gərəkdirdiyi nədirsə, onu onlara qarşı tətbiq etməyə çalışdı. Ruzunun artmasına, ömrün bərəkətlənməsinə vəsilə olan bir əməldir, Allahdan bir bağdır. Qohumluq münasibətləri, silə-i rahim, Allah Teala bizə qohumluq münasibətlərinin möhkəmləndirilməsinə yardım etsin və bu əməllə bizi cənnətinə qovuştursun. Amin.